Salam əziz şagirdlər. Bu video dərsdə biz sizlərlə buxar turbini mövzusu ilə tanış olacağıq. Gəlin sizlərlə buxar turbinləri haqqında danışmamışdan əvvəl buxar lokomotivlərinin işləmə prinsipi ilə tanış olaq. Qızdırıcıdan verilən istilik miqdarı borular vasitəsilə su qazanının içərisindən keçir. Suyun qaynamasına və buxarlanmasına səbəb olur. İsinən su buxarı yüksək təzyiqli su buxarının yaranmasına, yüksək təzyiqli buxar isə silindrik porşenin hərəkət etməsinə səbəb olur. Porşenlərin hərəkəti reysin üzərindəki qatarın təkərlərinə köçürülür və qatar hərəkət etməyə başlayır. Yanma nəticəsində yaranan qaz və genişlənmiş buxar qatarın bacasından çölə çıxır. İstehsalat və texnikaya tətbiq olunan ilk istilik mühərriki buxar turbinidir. Buxar turbini su buxarının daxili enerjisini mexaniki enerji çevirən istilik mühərrikidir. Ən sadə buxar turbini valdan, vala qeydirilən diskdən, diskin çəmbərinə bərkidilən pərlərdən və soplo adlanan bordan ibarətdir. Val və pərləri olan disk birlikdə buxar turbininin rotoru adlanır və o xüsusi korpusda yerləşdirilir. Sadə görünməsinə baxmayaraq buxar turbini mürəkkəb quruluşlu istilik maşınıdır. Buxar turbini buxar qazanından, qızdırıcıdan, nasosdan və kondensator adlanan qurğudan ibarətdir. Onun iş prinsipi sxematik olaraq şəkildə göstərilmişdir. Qızdırıcıdan verilən istilik miqdarı buxar qazanındakı suyu qaynadır. Yaranan buxar borudan keçərkən buxar qızdırıcısına bir daha qızdırılaraq temperaturu 500 dərəcəyə çatdırılır. Buxar soploya daxil olaraq sürətlənir. Buxarın daxili enerjisi istiqamətlənmiş buxar şırnağının kinetik enerjisinə çevrilir. Soplodan çıxan böyük kinetik enerjiyə malik buxar şırnağı turbinin pərlərinə təsir etməklə öz enerjisinin bir hissəsini ona verir və diski böyük sürətlə fırladır. Diskin valı elektrik mühərrikinin rotorunu oxuna birləşdiyindən onu fırladır. İşlənmiş buxar kondensator adlanan xüsusi qurğuda soyudularaq suya çevrilir və nasosla yenidən qazana vurulur. Buxar turbini müasir istilik və atom elektrik stansiyalarında da əvəzolunmaz istilik mühərrikidir. Buxar turbininin faydalı iş əmsalı 40%-ə bərabərdir. Müasir buxar turbinlərinin rotoru bir deyil, onlarca diskdən ibarətdir. Hər diskin yaxınlığında bir neçə sopla yerləşdirilir. Soplulardan çıxan buxar bu pərlərə təsir etməklə diski dəqiqədə 3000 dövr fırlatmağa məcbur edir. Dərsimiz bu qədər əziz şagirdlər. Diqqətinizə görə təşəkkürlər.